birinci altını silir. Amma popla del 6-cı indeksdəki elementi silir. Bəli. Aynen. Deyin gəlsin. Salam Turan. Salam abi. Yazımsan testlər Turan. Bəli. Tamam. 11.8'dən. Ha, yenə deyirəm. Pop, del. Pop del indeksdəki silir. Get oradan al şeydən, xanımlardan. Pop del indeksdəki elementi silir. Remove isə elementin özünü silir. Deyin gəlsin. 11.8'də. Mən 3-cü ilə 4-cü sualda özümüz yerinə qoyub işləyirik. Nəyi? 3-cü və 4-cü suallarda onun məsələn yerinə qoyub işləyirik. 3-cü və 4-cü suallarda yerinə qoyub işləyirik. Bəli, bəli, bəli. Yerinə qoyub işləyirsən. Yaxşı mən. Yəni konkret olaraq sənə nə deyir? Deyir Python dilində yazılmış kodları sxema əsasən elə yekunlaşdırın ki, proqram daxil etmiş natural ədədi rəqəmləri cəmləyərək çap etsin. Aha, baxaq. Daxil edilmiş natural ədədin rəqəmlərini cəmləyərək çap etməlidir. Nə, məsəl üçün deyək ki, 18 daxil edirəmsə, 1 ilə 8-in cəmini tapmalıdır. Deməli, birinci mən nə etməliyəm? Birinci mən bir qiymət daxil etməliyəm. Yəni, A bərabərdir input. Yəni, 1B olur. Int input. Bir dənə mənə cəmi saxlamaq üçün S lazımdır. Buna da F deyirəm. A, F. Lövhəyə baxın. Hə, yox, mən nə demək istəyirəm, yoldaşlar. Zaten imtahanlara çalışırlar belirləsinlər. Bax, məsəl üçün, 1-ə nə yoxun gəlir B, fikir versin, bir dənə C variantına B var. Sizin vaxtınızı çox almamaq üçün adətən 1 ya 2 dənəsinə qoyurlar. Bəzilərində elə olur ki, 2 variantın axıra qədər eyni gedir, axırda bir ikisi fərqlənir. Mən demək istədim nədir? Həmişə yadda saxlayın. Bana yazıb bura. Proqrama daxil edilmiş natural ədəd. Daxil edilmiş nə demək? Dayan. Yəni, daxil edici. Yəni, bizə hansı operator lazımdır? Input operatoru. O həmişə yuxarıda gəlir. Çünki birinci proqrama daxil edilməlidir. Int input yuxarıda. Və nə istəyir bizə? Rəqəmləri cəmləyərək. Cəmləyib sonda nəticə göstərmək üçün bizə nə lazımdır? Bir dəyişən lazımdır. Hasili hansı hərfinə işarə edirdik biz? Hasili hansı hərflə, hansı dəyişənlə? Bunu mən sizə algoritmdə yazıb etməyib 1-1. S cəmi bildirir. P hasili bildirir. Bunları demişəm, yazın dəftərinizə, milyon dəfə yazmışsınız. N sayı bildirir. Adətən K da sayı bildirir. N, K. K-nı da yaza bilərsiniz. I, hə? Nə? I elementin özü. Məsəl üçün deyir, tək ədədləri tapır. Tək ədədləri tapır konkret id. Aydındır? Yazıram özü. Kim gəldi? Mətin bəy gəldi. S cəmi tapır, P hasili tapır, N sayı tapır, I elementin özünü tapır. Aydındır? Sonra S böl N. Demişdim, bunu əzbərləyin. S böl N nəyi tapır? Cəm bölünsün say. Online açılar siz də cavab verə bilərsiniz. S böl N nəyi tapır? Ədədi ortanı müəllim. Ədədi ortanı tapır, bəli. P böl N nəyi tapırdı? Həndəsi ortanı tapır. Hasili saya bölür. Oradan soyuq gəlir, bir dənə bağlayarsınız. Hə, P böl N nəyi tapır? Həndəsi ortanı tapır. Cəm bölünsün say, ədəd ortanı tapır. Hasil bölünsün say, həndəsi ortanı tapır. Aydındır? Bax, bunları əzbər bilməlisiniz. İndi bizə nə istəyir? Bizə deyir ki, daxil edilmiş natural ədədin rəqəmləri cəmləyərək çap etsin. Ən axırda çapı S istəyir, deməli, ən axırda Y ilə bitməlidir. B ilə başlayıb Y ilə bitən bir dənə C variantıdır. Aydındır? Aynı 4-ə baxaq. Deyir ki, proqrama daxil edilmiş natural ədədin rəqəmləri tərsinə çevirərək çap etsin. Aycan? Bəli. Yenə A int inputdan başlayır. Yəni 1 nə olur? B. Sonra məndən bir dənə nə istəyir? Proqram daxil edilmiş natural ədədin rəqəmləri tərsinə çevirərək çap etsin. Print S varsa 7 olacaq. S0 mütləq atırıq bura. Bir dəqiqə. Hə, düzdür. Deməli 1B, 2F. ISO, D variantı. Sonra davam elətdirək. Nə var burada başqa bizdə? Deməli, bir dənə dəyişən daxil etməli. Yox, bu şərt olacaq artıq ki, while 0-dan böyükdürsə, bax fikir versiniz, while A 0-dan böyükdürsə, bu şərtimizdir. Şərtin içinə girəndə, deməli, nə getdi? Bu getdi, bu getdi, bu getdi, bu getdi. İndi, məndə 3 dənə element var.
Deyir, proqram daxil edilmiş natural ədədin rəqəmləri tərsinə çevirək. Deməli, biz natural ədədin rəqəmlərini nə etməliyik? Parçalamalıyıq, düzdür? Hissələrə bölməliyik. Hissəyə bölmənin 2 dənə yolu var idi, demişdim. Faiz 10, 2 qat bölmə 10. Bu onluq sayı sistemində idi. Faiz 16, 2 qat bölmə 16. Bu nə idi? 16-lıq sayı sistemində. Faiz 8, 2 qat bölmə 8. Nə deməkdir? İnşallah gələn həftə faiz 8, 2 qat bölmə 8 görən kimi ağlımıza nə gələcək? Deməli, bu 8-i say sistemindən bəhs edib bizə. Deməli, 8-i say sistemi rəqəmlərindən istifadə edəcəm. 0-dan 7-yə qədər. Faiz 16, 2 qat 16 görürəmsə, 16-lıq say sistemidir. Ay savun. İndi, məndə deməli, K bərabərdir A faiz 10. Həmişə yadda saxlayın. Birinci mütləq şəkildə faiz 10 gəlməlidir. Çünki ədədi rəqəmlərə bu ayırır. Faiz 10. Deməli, birinci nə gələcək bizdə? A. Sonra nə gələcək? 2 qat bölmə 10. Yəni, ədədi azaldacaq 1 vahid. 2 qat bölmə 10. Bunu axıra da ata bilərəm. Bax, yenə deyirəm. Bu D 5-də də ola bilər, 6-da da ola bilər. Fərqi yoxdur. Variantda baxıram ki, 5-ə atıblar. 5D. Bir dənə 6-ya nə qalır? Bax, bu. Ən əsas budur. Bu nə edir? Götürür, 10-a vurur, üstünə qalığı gəlir. 10-a vurur, üstünə qalığı gəlir deyə ədəd tərsinə çevrilir, Ayşən. Bax, məsəl üçün, məndə deyək ki, ədəd 385-dir. 385-i 10-a böləndə qalıq nə eləyir? 5. Bax, S-imiz neçədir bizim? 0. 0 vur 10 neçə eləyir? Üstə gəl 5 neçə eləyir? 385-in ikinci rəqəm nədir? 8. Bayaqki 5 idi. DS. 5 vur 10 neçə eləyir? Üstə gəl 8. Axırda neçə qalacaq? 3. Bayaqki 58 idi. 58 vur 10. 580. Üstə gəl 3. 2 verdiniz. 385-i tərsinə çevirdi. Oldu 583. Aydındır? Onu gör cavab olur D variantı. Sonra deyin gəlsin. Əlbəttə, ötür düşə bilər. Düşməyəcəsi nə qoydular bura? Bu günə qədər elə olubmu ki, Python'da deyim ki, düşməyə bilər. Python yeganə mövzudur ki, həqiqətən düşməyə bilər söhbəti yoxdur. Başqa mövzularda deyə bilərəm ki, Word-də məsələn uşaqlar bu suallara boş verin, düşməyəcək. Amma burada elə bir şey yoxdur. Hər biri düşə bilər. Mətin yazmısan testləri? Mən 11-ci suala baxaq da. Deməli yazmısan. 11-ə qədər var. Bax 6, 7. Proqram qurmadır bunlar. Hamısı eyni tipli suallar. 11. Daha 11. Bax əzim. Səndən 3 dənə ədəd istəyir. A-nı daxil et, B-ni daxil et, C-ni daxil et. Deməli, bizə 3 dənə dəyişən var Mətin. Gör neyini? Deyir, əgər A-nın kvadratı ilə B-nin kvadratının cəmi C-nin kvadratına bərabərdirsə, bu nəyə xat elədir bizə? Kat etilən kvadratların cəmi hipotenuzun kvadratına bərabərdir. O da yenə deyirəm, deyəz, bilərsən ki, ay müəllim, biz hardan bilək ki, bunu tapır? Variantlara baxıram, əzim. Bax, yenə deyirəm, uşaqlar, imtahanı az qalıb deyə, mən sizə ancaq dolayı yollar deyəcəm, bu bir həftəni. Yəni, ancaq asan üsullar. Bax, palindrom nə idi? Gəlin bir-bir analiz edək. Mətin, palindrom nədir? Ay Mətin. Nə bilim, mənim yadımdan çıxır. Palindrom nədir? Sahil, palindrom nədir? Palindrom mənim milyon dəfə demiş ya, milyon dəfə algoritmləri keçmişik Python'da da. Turan, palindrom nədir? O gün izah elədim təzədən burada. Şeydir də müəllim, adı nədir? Təkrarlanan da kvadratı yenə. Yazın dəftərinizi, açın, yazın. Bax, bir dənə dəftər tutun ki, son bir həftədə Orxan mənim dedikləri, inanın ki, bunlar qəbula düşəcək. Bir dənə ayrı bir yer tutun, ancaq oradan oxuyacaqsınız. Üçüncü hamınız aiddir. Palindrom, bəli, bir ifadənin düzü ilə tərsi bir-birlə bərabərdirmi? Misal yazın, kələk. Kələk, soldan sağa da kələk oxunur. Sağdan sola da, ata. Soldan sağa da düzdür, sağdan sola da atadır. 757. 757 ədədi palindromdur. Soldan sağa da 750. Sağdan sola da 750. Bayaq misalı tərsinə çevirdik. S vur 10 üstə gəl K. Bax 750-ni ora tətbiq etsəniz yenə 750 alınacaq. Mətin, aydın oldu, palindrom nədir? Mən başa düşdüm. 100% aydın oldu. Mən. Mənə deyən görüm, Mətin sözü palindromdur yoxsa yox? Yox, mən. Yox. İndi yoldaşlar, bax bunun altına bunu yazırsınız. Sözü tərsinə çevirən ifadə nə idi? Bax bu indeksləmə. 2 nöqtə, 2 nöqtə -1. Özdə bunu Mətin izah eləmişdi, Ayşin izah eləmişdi. Demişdik ki, başlanğıc indeks 0-dır, sonuncu indeks ən axırdır. Hər dəfə üstünə -1 gələcək deyə tərsinə başlayacaq düzməyə. Bax, palindrom deyəndə bunu görməlisiniz və ya bunu görəndə palindrom bilməlisiniz. Bu, ifadəni tərsinə çevirir. Yəni, Orxan daxil etsəm, Naxura daxil edəcək, verəcək mənə.
Ayan daxil etsəm, Naya verəcək. Ayşən daxil etsəm, Nəşya verəcək. Aydındır? Məhəmmədən danışıyorum. Deməyəcəm. Sözümün adını tərsini bilirsən? Mən uşaq vaxtı ən çox əzbərlədim oydu, Naxro. Həmişə uşaq vaxtı onu şey edirdim. Adımı tərsini əzbər bilmirəm. Tək bilmirsən sən. Nə maraqsız uşaqlıq keçir. Məhəmməd Əli. Mən də baxasın, görsün yerə. Məhəmməd Əli. İli dəmmə. Hə, qəribə. Peyğəmbərimizin adı deyəm, çox eləməyik. Aha. Mətin Turan Sahil. Aydındır üçüncələ palindrom. Yəni Sahil Məcəl deyil, gəlin il imtahanı. Amma siz ikiniz bu 10 gün sonra imtahan verirsiniz. 5 gün sonra, 8 gün sonra. Armstrong ədədi 1 milyon dəfə demişəm. Aylardır Armstrong ədədini deyirəm. Dediyimi qaytarın. Özü demişim, cəmi 4 dənə ədəd var Armstrong ədədləri. Bax, ChatGPT-yə yazır sizə, deyirəm. Armstrong ədədləri 153, 751 idi, nə bir dəqiqə baxaq. Hə, 153, bu heç də bunu bildik. 370. Hə, bunlar zaten Armstrongdur, çünki tək rəqəmlərdir. Bax, bunu da bilin, ha. Tək rəqəmlər Armstrongdur. Başa düşdünüz? Məsələn, sıfırda neçə dənə ədəd var? Rəqəm var, bir dənə. 0 üstü 1 neçə eləyir? 0. 0 üstü 1 neçə eləyir? 0. 1. 1 üstü 1 neçə eləyəcək? 1 üstü 1. 1 üstündə 1. Yox. 2 üstü 1. Görürsünüz, 2-də bir dənə rəqəm vardı. 2 üstü 1, 2 edir. İndi 153, 370, 371, 407, 1634, 8208, 9474. Bu ədədlər Armstrong ədədidir. 1 milyon dəfə demişik. Düşə bilər bəlkə. 4 rəqəmli olanda üstü 4 olur. Bəli, 1 üstü 4, üstə gəl 6 üstü 4, üstə gəl 3 üstü 4, üstə gəl 4 üstü 4. Sən onu mənə sual verməmək üçün mətinləri bilməlisən. Sən bilməlisən ki, Armstrong ədədin tərifi nədir? Ədədin rəqəmlərinin sayını, 153 neçə rəqəm var? Rəqəmlərin sayını, rəqəmlərin qüvvətinə qoyduqda, hə? Dəftərində vardı o ayaq. Ədədin rəqəmlərin sayını, kimdə yoxdur yazsın. Ədədin rəqəmlərin sayını rəqəmlərin qüvvətinə qoyub topladıqda həmin ədədin özünü verirsə bu Armstrong ədədir. Bax bu dəqiqə Məhəmməd Əli Naşiyə elə baxır ki, yadlarına qaldı. Çünki bu dəqiqə beyniniz düşün ki, yadınlar. Yazmısan? Şükür Allaha. Bəli. Cəmlədikdə həmin ədədin özünü verirsə bu Armstrongdur. Yəni 1-in kubu üstə gəl 5-in kubu neçə edir? 125. Üstə gəl 3-ün kubu 27. 1 üstə gəl 125, üstə gəl 27, 153 edir. 370, 371, 473 rəqəmli ədədlərdir. Okey, bununla bildik. Verilmiş ədədlərin sadə olub olmadığını, bunu bilirsiniz zaten. Sadə ədədlər hansı ədədlərdir? Birə və özünə bölünən ədədlər sadə ədədlərdir. Natural ədədlər. Sıfırdan başlayaraq, birdən başlayaraq 9-a qədər. Sayarkən istifadə etdiyimiz ədədlər naturaldır. Pifagor. Mətin, Pifagor nədir bəs? Bayaq dedim. Qatətlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər. Oxşuyur bu ona, əzim. Hə, mən. Bax, deyir ki, əgər A-nın B-nin kvadratlarının cəmi S-nin kvadratına bərabərdirsə, yes. Hətta bunu da verib. A-nın kvadratı, üstə gəl hipotenuzun kvadratı, bərabərdirsə katetin kvadratı, o da yesdir. Bu birisi də yesdir, əks halda nə oldu? Demək Pifagordur. Aydındır? Və artıq gördünüz, necə tutacaqsınız? İmtahanda diqqətlə qulaq asırsınız. Qapalı sualda belə mətin ən az bir dənə və ya 2 dənə 100% olacaq. 100%. İndi sınaqları yavaş-yavaş başlayacağım işləməyə. Sınaqlardan görəcəksiniz. Qapalı sualda mətin gördünüzsə həmən başlayıb alqoritmi həll eləməyin. Burada düşünməyin ki, ay Allah, mən A-ya nə verim? B-yə nə verim? C-yə nə verim? Görəcəksə vermədim. Həmən nə edirik? Qaçıb nə oxuyuruq? Variantları. Çünki açıq sual deyil onsuz da. Variantları oxuyursunuz, palindrom. Orxan müəllim demişdi ki, 2.2.-1 olmalıdır. Armstrong, 1-in kubu, A-nın kubu, üstə gəl B-nin kubu, üstə gəl C-nin kubu və ya A üstü 4, B üstü 4, C üstü 4, D üstü 4 olmalıdır. Sadə, nə eləməlidir? Ədədin, sadə ədədləri adətən belə tapırlar. Məsəl üçün, A ədəd daxil edir, götürüb bunu 2-yə bölür, yazır qalıq sıfıra bərabər, belə yazır adətən. A-nı 2 qat bölməsi, daha doğrusu belə yazır.
A bərabərdir A bölünsün 2. Bu nə deməkdir? Məsələn, mən ədəd daxil edirəm 18. Daha doğrusu 18 olsun. Mənə deyin görüm, 18-in bölənləri hansı rəqəmə qədərdir? Görüm tapa biləsiniz. Bəli, hansı ədəd də ola bilər, fərqi yoxdur. Ay, sağ ol. 18-in bölənləri 9-a qədərdir. 9-dan 18-ə qədər 18-in başqa böləni var. Yəni 9-dan sonra, bilim, 9-dan sonra 18-ə bölünən rəqəm var. 36-nın bölənləri. 18-in özü lazım deyil onsuz da. Zaten bütün ədədlər özünə bölünür da. Biz oradan bilənmərik, ədəd sadədir yoxsa mürəkkəb. 9 da özünə bölünür, 10 da, 11 də, 12 də. Bizə nə lazımdır? Yarısına qədər. 36-nın bölənləri neçəyə qədərdir? 18-ə qədər. 18-ə bölünür. Yadda saxlayın. Bütün ədədlərin bölənləri yarısına qədərdir. Yarısından sonra zaten onun böləni yoxdur. Ona görə proqramda heç vaxt götürüb 18-i 18-ə qədər bütün rəqəmlərə bölmürlər. Götürürlər, əvvəldən belə bir şey atırlar. Bu nə deməkdir yoldaşlarım? Mənə deyin görüm. Ədədi 2-yə bölür, tam bölür, kəsirsən atır. Çünki 18 zaten yarısına qədər bölənləri var, düzdür? A-nı 18-i 2-yə tam bölən neçə eləyir? 9 tapdıq və götürür 18-i 9-a qədər bütün rəqəmlərə bölür. 18 9-a qədər hansı rəqəmlərə bölünür? Adətən hətta nə edirlər? 1-dən başlatmırlar iyini. Neçədən başlatırlar? 2-dən. Çünki zaten 1-ə bütün ədədlər bölünür. Bütün ədədlər 1-ə və özünə bölünür. Bizə lazımdır ki, 1-ə və özünə bölünəndən başqa böləni varsa. Deməli, adətən 2-dən də başlatma olar. Məsələn, atıram, n verirəm bir dənə, yazıram n bərabərdir 2 və ya i bərabərdir 2. Dövrü belə qura bilərik də. 2-dən, bax, başlanğıc qiymət 2. Qoyun buraya yazım. Görəsiz. i bərabərdir. Daha doğrusu i bərabərdir yox. For gəl buradan, uzatmadan, onu quraq. Yazıram Programmist Python. Bax, imtahanda proqram qurma düşüb kisə, sadə ədədləri tapan proqram daxil et. Məsəl üçün, bir dənə siyahı verək, A siyahısı. Olsun 12, 7, sadə ədədləri verək. 19, 16, 6, 3. 3 olmasın, biraz böyük ədəd verək. 8. Bir dənə yazıram ki, yazmıram daha doğrusu, yazıram for i in range. Bax, neçədən başladaq? 2-dən başladaq. 2-dən başladaq. Hara qədər getsin? A-nın... Bu niyə yazmadım? Dondu. Niyə gözümü yazsın? A-nın 2 qat bölməsi 2-yə qədər. Niyə? 2-dən başlayacaq, çünki 1-ə hamısı bölünür, ayən. 7 1-ə bölünür. 8 bölünür. Dünyadakı bütün ədədlər 1-ə bölünür. Özünə bölünür. Deməli, biz belə bilmərik, sadə ədədimi. Biz nəyi bilməliyik? 2-dən yarısına qədər, 2-dən yarısına qədər. Bölünürsə, deməli, bu ədəd sadədir. Aydındır? Aha, özdə belə yazmayaq da biz. Biz buna siyahı veririksə, biz siyahının elementini 2-yə bölməliyik hər dəfə. Gəlin, ən yaxşı belə eləyək. Buna sadəcə bir ədəd verək. Məsəl üçün 7. Aha, indi baxaq. Deyirəm, əgər, if, həmin bu A-nı i-yə bölərkən alınan qalıq 0-a bərabərdirsə, print, yox, gəlin belə eləyək. Bir dənə də sayğac quraq bura, n bərabərdir 0. O zaman neynəsin? N bərabərdir, n plus 1. Hər dəfə bir vahid artırsın, əgər qalıqsız bölünəcəksə. Yazıram, bir dənə şərt qoyuram. Deyirəm, əgər n bərabərdirsə 0-a, o zaman print, ədəd sadədir. S print, ədəd nədir? Ədəd, yox, mürəkkəb. Başa düşürsün nə yazdım burada mən? Ayən, oxu görək burada mən neynədim? Bu proqramı oxu. O gün Ayşən oxuyurdu proqramı. Bunu neçə görsən sən? 7. Bu mənim daxil etdiyim ədəd. Yoxlamaq istəyirəm ki, 7 sadə ədəd, yoxsa mürəkkəb ədəd. Aha, bu niyə yazdım buraya? Yox, bu sayğacdır. Sayacaq ki, 7-nin bölənləri neçə dənədir? Aha. 2-dən niyə başlatdım? Bu i 7-nin bölənləri olacaq. 7-yə qədər olan rəqəmlər də 2, 3, 4, 5. 2-dən ona görə başladıram ki, 7 zaten 1-ə bölünür. Başa düşdünüz? Ondan bilə bilənmərəm mən. Sadədir yoxsa mürəkkəb. 2-dən başlatdım. Bəs bunu niyə yazdım?
Hə, A 2 qat bölmə 2 niyə yazmışam? Demişdim ki, 7-nin bölənləri yarısına qədərdir. Yaxşı, bura heç 7 olmasın. Olsun 19. 19-un bölənləri yarısına qədər ola bilər ancaq. Başa düşdün? Hə. Yəni dövr 2-dən o ədədin yarısına qədər davam eləyəcək. Aydındır? Bir də, indi bir şey gəlirəm. Ədədin yarısı bura daxildirmi, yoxsa yox? Daxildir. Məsələn, bura yazıram 18. 18-i 2-yə tam bölən neçə eləyir? Amma 9 yazılacaqsa bura, sonuncu rəqəm neçə olacaq? Ona görə mən nə etməliyəm? Ay, soğuk. Gəlirəm bunun. Üstə nə gələcəm? 1 gələcəm. Yəni, bunun yarısı üstə gəl 1 olsun. Başa düşdünüz? Burada nə eləmişəm mən? Ayan. Hə. Necə? Götürürəm bu A-nı 18-i. İ-yə 1-1 bölürəm. Bir dəfə 2-yə böləcək, bir dəfə 3-ə böləcək, bir dəfə 4-ə böləcək, bir dəfə 5-ə böləcək. Hansı bunlardan qalıqsız bölünəcəksə, N-in üstünə 1 gələcək. Yəni, bir vahid artıracaq ki, görüm, bunun bölənlərin sayı neçədir? Əgər sonda bu N yenə 0 olaraq qalacaqsa, deməli, bu ədəd, yəni 18, yarısına qədər heç bir rəqəmə bölünmədi. Deməli, bunun heç bir böləni yoxdur. O zaman ədəd nə ədəddir? Sadə ədəd. Yəni, heç bir böləni yoxdur bu ədədin. Əks halda, yəni n ən azı 1 olsa belə, bircə dənə böləni olsa belə, ədəd nə ədəddir? Mürəkkəb. Turan, Mətin, aydındır sizə izah elədiyim bu misal. Anladım. Turan çıxıb. Mətin, aydındır tam olaraq nə elədim burada? Anladım başım. Mətin, bunu niyə yazdım? Denən görüm. A bölünsün ki, neyim anladım? Hə, üstə gəl 1 yazmışam. Bunu niyə yazdım? Bölənləri yarısına kimi olur da. Necə? Plus 1 də bölənləri yarısına kimi olur. Aha. Plus 1-i də qoyuruq ki, o yarısını da götürsün də, 9-un özünü də götürsün. Ay, sol, düzdür. İndi ran edirəm. 18 necə ədəddir? Mürəkkəb ədəd. Görürsünüz, hətta gəlin bir dənə int input yazaq. Ədədi özümüz daxil edək. Bax, ədəd daxil edirəm. Hətta bura bir dənə mesaj yazaq. Ədəd daxil et. Bir dəqiqə. Yaxşı, 17 yazaq. Ədəd sadət. Ədəd daxil et. 19. 19 necə ədəddir? Nə elədi misal? 19-u götürdü məndən. A bərabər oldu neçəyə? 19-a. 19 gəldi bura. Bax bura. 19-u 2-yə 2 qat böləndə neçə eləyir? 9 üstünə 1 gəlir neçə eləyir? Bax bura bir dənə 10 yazdı. Bax bura. İ'nin qiymətləri nə oldu? İ'nin qiymətləri nə oldu? 2, 3, 4, 5, 6, 7, 8, bir də neçə? 9. Çünki 19-un ortası 9-dur. Sonra götürdü A. A neçədir məndə? 19-u böldü nəyə? Qalıq 0-a bərabərdirmi? 3-ə böldü. Qalıq 0-a bərabərdir. 4-ə. 5, 6, 7, 8, 9. 19 bunlardan hansısa bölündü? Zaten mənə 10, 11 lazımdır. Onsuz bölünməyəcək. Deməli, n neçə qaldı? 0 olaraq qaldı. 0 0-a bərabərdirmi? Ədəd nədir? Sadə. Yine bir dənə ədəd daxil edirəm. Dəqiq açılsın bu. Özünə yaz. Burada mən şey eləmişəm. Ədəd daxil et. Bura mən silmişəm. Dəqiq. A 2 qat bölmə 2, üstə gəl 1. Təsərrüf edək. İndi daxil edirəm ədəd. Olsun neçə? 12. İndi baxın, ədəd mürəkkəbdir yaz. Neynədir? Götürür bura 12 yazdı. A bərabər oldu 12-yə. 12-ni 2-yə böləndə tam isə neçə eləyir? 6 üstə gəl 1, 7. İndi mənim i'nin qiymətləri nə olacaq? 2, 3, 4, 5, axırıncı neçə olacaq? 6. Götürəcək 12-ni, böləcək 2-yə. Bölünürmü? N neçə olacaq? İçəri girdi. N neçə idi bayaq? 0 üstə gəl 1, oldu 1. 3-ə bölünəcək 12. N neçə olacaq? 2. 4-ə bölünəcək? N olacaq neçə? 3. 5-ə bölünəcək? Yox. 6-ya bölünəcək? Nətər yox, eləyəcək n neçə? 4. 4 0-a bərabərdirmi? Xeyr. Ədəd nə oldu? Mürəkkəb. Gördünüz? Bax, imtahana bu düşə bilər. Bu proqramı qurmağı bacarmalısınız. Hər şeyini açarı bax buradadır. Aydındır? Okey. Mətin Turan, aydındır ikincədə. Anladım. Həli. Gecə də olsa onlayn qoşulacaq, yazacaqsınız. Yaxşı? Yəni, axşamlar yadda yoxdur. Mən sizə deyəcəm hamısını bir-bir.
Axşamlar uşaqlar sizə də aiddir. Eşidirsiniz məni? Deyəcəm, narahat olun. Sən də bir dəqiqə kimyada imtahan versən. Son bir həftəni kimya saxla, informatikaya məşğul ol. Ciddi deyirəm sənə. Sən kimyanı bir ay sonra at. Müəlliməyə deyən ki, son bir həftə qalıb, yox, dünya dağılmayacaq. Gördünüz, biz buraxılış imtahanında saxladıq hazırlıqlar ki, bir şey olmasın. Sən bu gün informatika lazımdır, sən kimyayla məşğul olursan. Yoldaşlar, sizə də aiddir, onlaynlaşılar. Onlayn qoşulacaq, bir sınaq işləyəcəksiniz. Eşidirsiniz məni? Ha, mənim. Özə vaxtı nə olacaq? Sınağın, məsələn, plan saatda başlayacaq. Həmin saatda nəticələr mənə göndərməsəniz qəbul etməyəcəm. Həmin saata qədər işləməz. Hə? Şey eləyəcəm, bir dənə sualların səviyyəsini görə təyin eləyəcəm. Elə sınaqlar var ki, asandır. Çünki imtahana asan suallar düşür. Elə sınaq var ortadır, elə sınaq var çətindir. Və bu günə qədər olmuş bütün qəbullar üstəgəl model testlər. Yəni hardasa bir 20-25 dənə sınağınız var bu bir həftədə. Yəni görməyəcəyiniz tip sual qalmayacaq. Hər tip görəcəksiniz bu bir həftədə. Mən sınaqları həmişə son həftəyə saxlayıram ki, istisbeyinə gedəsiz. Mən yanvardan verirsəm, hamısı yadınızdan çıxacaq o sınaqların. Aydındır, hamısını işləməlisiniz. Okey. Getdik. Sonra görürsünüz bir sualın üstündə nə qədər şey təkrarladıq biz Python'da. Deyin gəlsin. Hə? Axırlardan. 40. Hani 20-ci suala baxarıq istərdim. Neçə? 20. 20. Ha, mən. Ay sağ ol. Mətin, indi sən bunu elə ki, bayaqdan danışdıqlarımla bir dənə variantlar oxu gör, tuta bilirsənmi? Bax, A variantını yazıb ki, daxil edilən tam ədədin birinci rəqəmindən başqa bütün rəqəmləri cəmlədir. Bax, misalın hələ heç nə bilmirəm. Sadəcə variant oxuram. Bayaq ki, mən mətinəm, imtahandayam. Əsir bu dəqiqə ürəyim həyəcandan ki, inanmıram sizdə həyəcan olsun. Siz etməsiniz. Sizdə həyəcan sıfırdır. Girmişəm imtahana, kefdəyəm. Daxil edilən tam ədədin birinci rəqəmdən başqa bütün rəqəmləri çap edir. Bu nə deməkdir? Ancaq birinci rəqəmini çap eləmir. Başqa bütün rəqəmləri nə edir? Bütün rəqəmlərin cəmini çap edir. Belə variantına baxıram. Daxil, bu sual deyəsən səhv idi. Hə, yoldaşlar? Hə? ABC moduldur, amma bu sual səhv idi. Bir dəqiqə baxım. Hə? Yox, cavab siz niyə səhvdir, yoldaşlar? Buna baxın bir dənə. Yazma ki, bu sual səhvdir. İçəridə S ilə N-i tapır. Axırda nə istəyir sizdən? Yox, printdə nə istəyir sizdən? A-nı istəyir. A-nın qiyməti də zaten sıfırdır. Burada da ona uyğun gələn heç bir şey yoxdur. Variant yoxdur. Başa düşdünüz? Mətin, bu sual səhvdir. Ümid edirəm ki, ona görə tapanmamısan. Başa düşdün? Yaxşı, desəniz ki, ay müəllim, bəs bura S qoysaq nəyi tapacaq? Bax, bura S qoysaq nəyi tapacaq misal? Gəlin biz misalı fıradaq. Bilmirəm, variantlarda bəlkə onun cavab yoxdur. S-ə uyğun. Biz özümüz tapaq. Bax, bu nə edir? Hara qədər davam edir? Və məndən bir ədəd istəyir, görürsünüz? Məndən bir ədəd istəyir. Və bir dənə də A var 0. Deyir, ədəd 99-dan böyük olduğu halda nə baş versin? Dövr davam eləsin. Deməli, bu bizdən neçə rəqəmli ədəd daxil etməyimizi istəyir birinci? 3 rəqəmli və ya 4 rəqəmli, fərqi yoxdur. 5 rəqəmli də ola bilər, 6 rəqəmli də ola bilər. Amma nə bilirəm? 99-a düşən kimi nə olacaq? Misal, bitəcək, dayanacaq. Sonra nə edir? Ədədə hər dəfə bir rəqəm azaldır. 2 qat bölmə nə idi demişdik? Milyon dəfə demişik. Ədədi bir rəqəm azaldır. Buna baxın. 387 daxil edirəm. Enə. Ayən, diqqətlə qulaq asın. 387 99-dan böyükdürmü? Bəli. 387-ni 10-a böləndə neçə edir? 2 qat 10-a böləndə. 38. Gördünüz neynədir? Neynədir? 7-ni sildi. Yəni növbəti ədədim neçə olacaq? 38-i 10-a böləndə tam hissə neçə eləyir? Hə? Neçə qaldı? 3 qaldı. Sonra 3-ü 10-a böləndə tam hissə neçə eləyir? 0. Çünki 3-ü 10-a böləndə 0,3 eləyir. Tam hissə neçə olur? 0. Deməli, mənim ədədlərim hansı olacaq? 387, 38, 3. Başın ağrıyır? Başın. Hə. Sonra 0. Amma diqqətli olmalıyıq, ha. 387 99-dan böyükdür. 387-ni 10-a böləndə tam hissə neçə elədi? Buna baxın indi. S-in qiyməti 0-dır. 0 üstə gəl. 38-i 10-a böləndə qalıq neçə eləyir? 38-a, çünki burada 38 alındı. 38-i 10-a böləndə qalıq neçə eləyir? 8. 0 üstə gəl 8 neçə eləyir? 8. S neçə oldu? N'imiz neçədir bizim? 38 bu dəqiqə tapdıq. 38 99-dan böyükdür? Yox. Misal bitdi. S getdi çapa 8. Bizə hansı rəqəmi çap elədi?
ortadakı rəqəmi. Deməli, birinci və sonuncu rəqəmi çap eləmədi. Ancaq hansı rəqəmi çap elədi? Ortadakı rəqəmi çap elədi. Gör, elə bir variant var. Daxil edilmiş tam ədədin birinci və sonuncu rəqəmdən başqa bütün rəqəmlərin cəmini. Yox, indi bax, biz 3 rəqəmlə də daxil etdik ya. 4 rəqəmlə də daxil etsəydik. Ortadakı bütün rəqəmlərin cəmi tapacaqdı. Birinci və sonuncu rəqəmi çap eləməyəcəkdi. Başa düşdünüz? Ancaq ortadakıları çap eləyəcəkdi. Birinci və sonuncunu çap eləməyəcəkdi. 4 rəqəmə daxil etsəm. İndi 3 rəqəm nə oldu deyə bir dənə 8-i cəmi tapdım. D variantıdır, bəli. Amma burada S olsa, A olsa cavab səhvdir. Artıq o sizin xeyrinizə sayılacaq, misal. İmtahanda, aydındır. Və yox, sizin xeyrinizə sayılır. Magistraturada hər il ən az bir dənə sual tələbələrin xeyrinə sayılır. Çünki səhv olur artıq. Hər il bir dənə sual. Çox riskalarda, abituriyentlərdə də olur. Cavab olur D variantı. Mətin aydındır sənə? Hə, mən başa düşdüm. Əla. Sonra 23 sualda baxarıq. neçə? 23. 23. Mətin, bunu daha sən eləməlisən, nəzim. Bunu mənə niyə gətirmirsən? Buna aid biz keçən dəfə neçə dənə sual işlədik? İndeksləmə. Deyirən görüm, mən deməyəcəm bunu. Tez ol, dedi. Dəqiqə mən baxım. Tez ol. Bu nə deməkdir, Mətin? Bir dənə sənə A sətir verir, görürsən? Ali 4-cüdən sonuncuya kimi. Sən keçən dərs qoşulmuşdun? Hə, mən. Ay son, düz edin. 4-cüdən hara qədər? V hərfinə kimi. Baxın lövhiyə. Yoldaşlar, bu neyinirdi? Keçən fəslə demişdim, bunu harada gördünüzsə? Ay sağ ol. Bir dənə də yazın dəftərinizə, kim yazmışsa. Len A, len B, fərqi yox. Len A-1 sonuncu indeks deməkdir. A-nı şərti olaraq yazın. Oraya əl-abbas yazıla bilər. Len A-1 sonuncu indeks deməkdir. Bax, yenə deyirəm, təzə vərəq açın, oraya yazın. Son bir həftədə yazdıqlar, sıraqlarda çox şey deyəcəm. Dəhşət çox şey deyəcəm izahlarında. Len A-1 nə deməkdir? Sonuncu indeks deməkdir. Aydındır Mətin bu. Özün zaten dedin. Hardan hara qədər götürür? 4-cü indeksdən sonuncu indeksə qədər. İndi sən nələ görüm, nə alacaq? Bu nəyə bərabərdir? 4-dən 9-a kimi demək. Denən də, mən sayım. İmtahandasan, sən saymalısın. Bilmirəm. Neçə? S, A, H, J, T, V. V-ni götürün necə desəm, dəqiqə. Baxmıram, sən nə deyirsənsə yazıram. İmtahanda elə ki, səhv çıxsa görə səhv çıxacaqmı? Bu nəyə bərabərdir? Mən V-ni götürün necə desəm, T-yə kimi olur. Hansını? Bunu? T-yə kimi olur, V-ni götürün. Əzizim, sən demədin ki, bu sonuncu indeksə qədər götürür. İndi nə sözü fırladırsan ki? Buradan hesabladım da mən 0, 1, 2, 3 elə saydım da. Mətin, bunun uzunluğu neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Sıfırdan başlamır ki. Neçə? İndeksi sayında sıfırdan başlamır. Sən bunu deyirsən. Ha. Elə biləm yuxarıdakini deyirsən, neysən? Yox. Yox, müəllim, 4-cü indeksdə duran hər S hərfi olmayacaq. 0, 1, 2, 3, 4. Düzdür da, 4 S-dən başladı. Değil mi? Yox, deyirsən falan hərf olmayacaq. Hansı hərfi deyirdin olmayacaq? Mən V-ni deyirdim olmayacaq. T-yə kimi olacaq deyirdim. S-dən T-yə kimi. O niyə deyirsən? T-ni götürəcək, V-ni yox. Bax, 11 uzunluğudur. 11-dən bir çıxan neçə eləyir? 10. 10. Biz indi sayaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonuncu indeks 10-dursa onu götürəcək? Yox, deməli nəyi götürməyəcək? B-ni götürməyəcək. Hə, V-yə kimi. Sonra denən gəlsin. Bu nədir bəs? Mətin, bu nədir? Oradan deyilirdi. Bu nə deməkdir Mətin? O yadımdan çıxılıyor. Mətin, birinci indeks verməyəndə nə deməkdir o? Sakit. Mətin, git Python təkrarla, aç nəzəri yoxsan, mənə əsəbləşdirirsən ki. Bu birinci nə idi? Yoldaşlar, verilmirsə, demişdik ya, keçən bir izah elədim dərs başlayanda. 1000 dəfə dedim, baxın, dedim ki, belə bir şey görürsünüzsə, bu deməkdir ki, 0-dan 3-ə qədər, 3 daxil deyil.
belə bir şey görürsünüzsə, 3-dən axıra qədər, axır daxildir. Belə bir şey görürsünüzsə, bu nə deməkdir? Hamısı deməkdir. Başdan ayağa. Demişdim ki, 2, 2.9, 2.3 nə deməkdir? 2-dən 9-a qədər 3 artır. 9 yaxın oldu. Gəlin yazaq 14. 3. Bu nə deməkdir? İkinci indeksdən 14 daxil deyil. 13-ə qədər 3 artır. Yəni 2, 5, 8, 11, vəsə. 2, 5, 8, 11-ci indekslər ancaq. Milyon dəfə demişəm bunu, Mətin. İndi bu nə deməkdir? Denən görüm. 0-cı indeksdən 3-cüyə keçir. 3 daxildir? Yox. Yox. S, P, V. S, P, V. İndi denən görün, bu nə olacaq? Sətirlərin birləşməsi, konkatenasiya hadisəsi deməkdir. Konkatenasiya əmri. Nə olacaq burada nəticə? Ağzımla dedim da, sətirlərin birləşməsi. X ilə Y topla. Aha, nə yazacağım? Mətin, nə yazacağım? Deyilən də birləşdirim. Mənim int olmadığına görə ikisini yanbayan yazacaq da. Əzim, intin nə işi var burada? İntin nəyi tazıb burada? Bunlar hərflərdir, hərflər. İnt deyil. Bu hərfdir. İkisini götürüb yan-yana qoyarsan. S, A, H, J, T, V, bəli. S, P, W. Sən bunu bülbül kimi ötmürsən. Qorxursan ki, birdən səhvləyəm. Z bərabərdir buna. İndi bu nə deməkdir? Mən izah elə görüm. Find T. T'nin indeksini tapır. Ay sağ ol. 0, 1, 2, 3, 4. Tardı getdi. Bunu nə var axı yazmağa? Siz bunu 10-15 saniyə həll eləməlisiniz bu sualı. Bu ən başlanğıc səviyyə indeksləmə sualıdır. Keçən dəfə işləyirdi ya, bax onlar çətin idi. Qarışıq var idi. İşte onlar çətin suallar. Bu başlanğıc səviyyə indeksləmə sualıdır. Cavab olur B variantı. Sonra Hani 2.3 yazmışam. Bunu dersən 1, 2, 3 bax. Yazıram 2 1, fərqi yoxdur. İstən yaz 13, 19, 13, 7 fərqi yoxdur. Biz böyükdən kiçiyə doğru heç vaxt müsbət addımdan çatanmarıq. 2-dən 1-ə qədər. 3 çata bilərsən? Yox. Elə başlanğıc indeks 2 olaraq qalacaq. Aydındır? Bəli. Nə vaxt çata bilərsən? Zaten burada bir yaxın ədəddir. Gəl mən belə bir şey yazım da. Məsələn yazıram 12, bura yazıram 6. Mən bura 3 yazanmaram. Misal artıq səhvdəsində. Boş çoxluq deməkdir. Yox, belə yazsam bu düzdür. 12 üstə gəl mənfi 3 neçə eləyəcək? 9 üstə gəl mənfi 3. 6. 6 sonuncu indeksi götürməyəcəm. Deməli, başlanğıc sondan böyükdürsə mütləq addım mənfi olmalıdır. Yox. Başlanğıc sondan böyükdürsə, 12 altdan böyükdürsə bu mütləq mənfi olmalıdır. 12 üstə gəl yenə toplayırsan ha. Sadəcə mənfi 3 gəlirsən üstünə. Onda artıq məcbur çıxırsan. 12 üstə gəl mənfi 3 neçə eləyir? 9. Deməli 1 12-ci indeks. Hansı indekslər olacaq? 12 9 6 üstə gəl 9 üstə gəl mənfi 3 amma 6 olmayacaq. Sonuncu indeks olmur. Aydındır? Bəli. Sonra deyin gəlsin tez-tez. 28'e qədər var. 28. Bunlar zaten möhkəmləndirmə suallar deyə əvvəl işlədiklərimizin hamısı təkrarıdır. Baxın, yenə misal düşüb, qapalı sualdır, nəzəri sualdır. Birinci variantları oxuyuram. Bura baxıram ki, siyahı verib. Bir dənə x bərabər olur bunu 0-cı indeksinə. Davam eləyəcəm. Mənə deyir ki, x siyahısının ən kiçik elementin indeksini tapır. Biraz nəsə formalaşdı. Mən ən kiçik nəsə tapa bilər. X siyahısının ən böyük elementini tapır. Ən böyük elementin indeksini tapır. Ən kiçik elementi tapır. Ən kiçik elementin neçə simvolda ibarət olduğunu tapır. Bu cofdur. Y variantı. Yəni, çünki bu mümkün deyil olsun. Neçə simvolda ibarət olduğunu tapmaq üçün simvollar saymalıdır. Simvollar sayan operatorun adı nə idi? Simvollar sayan funksiyanın adı nə idi? Funksiya keçdikdə funksiyalar çoxlu. Find, insert, index. Nəyinsə saymaq üçün istifadə etdiyimiz funksiya hansıydı? Yoldaşlar, online daşlar, siz də cavab verin. Pasiv olmuyor. Sətir. Sayan deyirəm, funksiya. Hə? Nə dedin? Count, bəli. Count sayır, nə cəmləyir? Sum idi cəmləyən.
Count elementləri saymaq üçündür. Elə bir şey görmürsünüz burada. Aydındır? İndi baxaq. Hani count təkrarlar saymır ki. Yox, o misalda elə idi. Sən o misalı yaddan saxlamısan. Elə bilirsən təkrar sayır. Count. Məsəl üçün belə bir şey yazıram. Count dırnaq içində A. Gedir A'ların sayını tapır. Bu sözün içində A var. Aydındır? Mətin. Normal bildim. Mətin sözündə A hərfi var, yox. Cavab olsa 0. Aydındır? Baxaq deyin də Ayan xanım deyir bunu. Sən demədin 28. Bildim da deyirəm şey eləyək, sənlə bir yerdə işləyək. X-in neçədə element var Ayan? Yine burada y nəyə bərabər olacaq? Y bərabər x0. Nə deməkdir bu Ayan? Nə deməkdir bu? X kvadrat mörtəzə içərisində 0. Nə deməkdir Ayan? X kvadrat mörtəzə içərisində 0. Keçən il noyabrda falan keçmişik bunu. Keçən dərsdə ancaq bunu eləmişik ya. Sətirlərin işlənməsini eləmişik keçən dərs. Ancaq sətir işləmişik. X kvadrat mörtəzə içərisində 0 nə deməkdir Ayan? Yaxşı, biz bayaqdan burada 1000 dənə şey yazdıq. Sən burada heç başa düşmədin. Və sən nəyə qulaq asdın Sərf? Bunu boş ver. Bu yazılış nə deməkdir Ayan? Məmməd əli nə deməkdir? Qutardı getdi da. X siyahısının 0-cı indeksdə duran elementi, yəni 12. Y bərabərdə 12-yə. For i in range 0-dan len x-ə qədər. Len nə edirdi? X-in uzunluğu neçədir? 5. Deməli, i-nin qiymətləri neçədən neçəyə qədər olacaq? 0, 1, 2, 3, 4-ə qədər. 5 nəzərə alınmır. İndeksləmədə də sonuncu nəzərə alınmır, forda da nəzərə alınmır. Deyir, əgər y, yəni birinci indeksdə duran element 12 kiçikdirsə, əslində buradan 1-dən başlamalıyıq, düzün desəm. Bu sualda səhvlik, necə səhvlik var? Çox kiçik mexaniki səhvlik var. Çünki x-in 0-cı indeksdə duran elementi zaten neçədə 12-dir. Bunu yoxlamaya ehtiyac yoxdur. Onsuz bu 12-ni verib bura. Bu 1-dən başlamalıdır. Ona görə mən bunu silirəm. X-in birinci indeksində duran elementi. Nədir bizdə x-in birinci indeksində duran elementi? Hə? 10. Yəni 12 10-dan kiçikdirmi? Yox. Deməli, bir-bir yoxlayacaq. 12 25-dən kiçikdirmi? Bəli. Şərt ödəndi. Deməli, nəyi tapdı bu? Böyüyü tapdı. İçəri girdi. Deyir, y bərabər x-in həmin indeksdəki duran elementi. Bu dəqiqə biz 2-dəyik. İkinci indeksdə duran element 25-dir. Deməli, y nəyə bərabər olur? 25-ə. Bəs z nəyə bərabərdir? Həmin i-yə, yəni 25-in indeksinə. 25-in indeksi nədir bizdə? 2. Deməli, z 2-yə bərabər oldu. Amma davam edirəm. Sadəcə tapdıq ki, y 25-dir. Silin bunu yazın. Y bərabərdir 25, z bərabərdir 2. İndi y 25-dir. 25 kiçikdirmi? i-ni yeni bir dəfə 3 qoyuram. 3-cü indeksdə duran elementdən, 36-dan. 25 36-dan kiçikdirmi? Bəli. Bu zaman y bərabərdir x-i. 3-cü indeksdə duran element 36-dır. Nəyi tapır ki? X siyahısının ən böyük elementin, bəli, axırda z-i çap, bax. Axırda z-i çap edirsə, indeksini tapır. Cavab olur nə? C. Əgər axırda printdə y olsaydı, cavab nə olacaqdı? Hə? Ən böyük elementini tapır. Cavab olsaydı nə? B variantı. Z-dir deyə C, y olsaydı B. Mətin, aydındır? Anladım, başa düşdüm. Çapda Z-dir deyə Z indeksini saxlayır özündə. Bəli, axırda onu istəyir, cavab C-dir. Deyirəm, əgər Z-in yerinə y olsaydı, cavab B variantı olacaq. Ən böyük elementi tapacaq. Sonra 33 mən. Çox asan sualdır. Bu artıq Sahil sən özün deməlisən. Deyir, proqramın icrası zamanı klaviaturadan 4 ədəd daxil edilərsə, yəni n 4-dürsə,
Ekranda S Hə. dəyişən hansı dəyər, yəni sadəcə qiymət qoyub hesablayırsan. Denən görüm bunu nə səhv yazmısan sən. Klaviaturda 4 daxil edəndə bilmirəm. SM yəni eləmir o mənada. Yəni özümüzdən qiymət qopusda 4 mənə bildiririk, onu bilmədim. Sahil, input sözünü harda görsən? Enin qabanda. ISO. Proqram icrası zamanı klaviaturun 4 ədəd daxil edilir. Input nə üçündür? Daxil etmək üçün də. Şurada yazıq da yalvarır ki, nə olar? Enə 4 qoy da. Yəni sənə zaten deyir da burada. Deyir ki, klaviaturdan 4 daxil edilir. Burada input yazıb. Deməli 4-ü nəyə bərabər edirik? N-ə bərabər edirik da. Yəni N 4-dür. Biz buna aid neçə milyon dənə sual işləyək ki, sənə çatsın ki, input deyirsə və deyirsə ki, proqrama klaviaturdan 4-ə də daxil edilirsə, deməli N 4-ə bərabərdir. S-in zaten qiyməti var burada. Sən 4-ü nətər S-ə verə bilərsən? S-ə yazıb S bərabərdir 1. Sonra for i in range 1. Bu nədir? İzah elə görün buranı mənə. Neynir burada? Burada yəni 4-ün üstə 1 əlavə edirik. Hə. Sonra da altta da 1 bölək, yəni qalığına bölürük də i-mizi, yəni 5-imizi Mən deyirəm görüm, i-nin qiymətləri nədir burada? i-nin qiymətləri 1-dən 4-ə qədər. 4 daxildir. Yox. Nətər daxil deyil? 4 üstə gəl 1 neçə eləyir? Daha mən dedim 1-dən 4-ə kimi. Deyirsən, sual verən kimi fırlatdın, deyirsən, yox, daxil deyil. Daxildir. 4 üstə gəl 1 eləyir 5, sonuncu qiyməti nəzərə alınır, 4-ə qədər götürür. Yaxşı, bax, bu nə edir? Mənə deyirəm görün, bu nəyi tapır? Sizə də aiddir. Sahil deməsi siz deyərsiniz. Bu, demişdim, deməyim da dedim. Bu nəyi tapır? Demişdim, bunu görsəniz, bax, budur sırası cavab. Bu nəyi tapır? Şeydir, bu ikili say sistemindəki. Yox, bu şərtdir, Sahil, şərt. Bu hesablama deyil, şərtdir. Sənə deyir ki, bax, bunu belə eləyəndə 1 olursa, o zaman S bərabərdir, S üstə gəl, S vur 2. Əks halda S bərabərdir, S vur olsun I. Bax, indi bu algoritmlə bu nədir? Bu neynir? Deyir, i-ni 2-yə bölərkən, alınan qalıq 1-ə bərabərdirsə, bəli, yəni tək ədəddir. Bir ədəd 2-yə bölüləndə qalıqda 1 qalırsa bu nə deməkdir? Bu ədəd tək ədəddir. Qalıqda 0 qalırsa bu ədəd cüt ədəddir. Deməli, bax, bunu harada görsəniz, yazın dəftərinizə, təkrar yazın. Bu ədədin təkliyini bildirir. Bax bu, yaz Məmməd Əli. I faiz 2, 2 dənə bərabər 0 yazılıbsa, bax bu. Bu isə ədədin cütlüyünü bildirir. Aha. Hə. Deyir, əgər ədəd təkdirsə, daxil etdiyin ədəd... Dəqiqə. Yox. Bu ədədə qədər olan, indi 1, 2, 3, 4 oldu da. 1. 1-i 2-yə böləndə qalıq neçə eləyir? 1-i 2-yə böləndə qalıq neçə eləyir? 1 eləyir, nə 0. Şərt ödəndi. S-in qiyməti 1. 1 üstə gəl, 1 vur 2. 1-i 2-yə vuranda 2 üstə gəl, 1 gəl neçə eləyir? 3. 2. 2-ni 2-yə böləndə qalıqda neçə alınır? 0. Şərt ödənməz. S-i i-yə vurur. S-in qiyməti 3 idi. 3 vur i-nin qiyməti 2 elədi 6. I-nin qiyməti 3-dür. 3-ü 2-yə böləndə qalıq neçə eləyir? 1. S-in qiyməti 6-dır. 6 üstə gəl 6 vur 2. 12 üstə gəl 6, 18. I-nin qiyməti 4-dür. 4-ü 2-yə böləndə qalıq neçə eləyir? 0. Gəlin bura. S-in qiyməti 18-dir. 18 vur 4 neçə eləyir? Deməli, 8 vur 4, 6, 3 yadda, 4. Hə? 72 çatıyım. 72 mənim. Bu qədər sadə misal. Sonra da eyni tipli suallar eləməyəcəm. Vaxtımız gedir. Zaten milyon dəfə eləmişim sualları. 40. İlk 49 natural ədədin cəminin hesablanması üçün Əziz Məhəmməd Əli. Bunun izahını vermişəm. Orada səhv etmirəmsə ilk 99-u idi, ilk 100-ü idi. İlk 100 natural ədəd soruşmuş da, yerinə qoyub hesablayırdıq, Ayşən.
Deyin görək. Ne yazmışsan? A yazmışsan. Görək nə inir burada. Sən demişsən ki, bax, sənin məntiqə baxaq indi. Demişsən y bərabərdir 0. Okey, bu ola bilər. Deyək ki, bu düzdür. Yazmışsan x bərabər y üstə gəl x, y bərabər x üstə gəl y. Həbicə bu yazının biri fərqli yazdı. İkisi də eyni şey yazmışsan. Yazmışsan Həsən keçən əsər. 5 üstə gəl 6, təzə yazmışsan 6 üstə gəl 5. Səncə bu sənin nəyinisə cəmləyər? Yox. Səndə hara qədər getməlidir Məmməd Əli? 49-a qədər getməsi üçün biz sənə sayğac lazımdır da. Biz dövrə alqoritmə nə dedik? Dedik iki tür dövrə alqoritm var. Bir forla, bir də nə ilə? Aya nə inirsən orada? Bir forla, bir də nə ilə? Forda sayğacı özü verirdi zaten. Y bərabərdirlə verir ki, hara gedir. While'da nə lazım idi bizə? While'da bizə bir dənə sayğac lazımdır da. Y hara qədər getsin? Hara qədər getsin? 49-a bərabər 10-a qədər getsin. Düzdür? Deməli, Y nə olmalıdır? Özə ilk 49 natural ət deyir. Yəni cəmləməlidir. Bir artmalıdır. Deməli, mütləq Y nə olmalıdır? Hə? Bəli, qutardı getdi. Və getdi variant. Getdi variant. Y artmalıdır bir vahid. Və D variantına getdi variant. Şöyle, qaldı cavab ya B ya C. Zaten cavabı özün tutmalısan artıq. Hə? Heç vaxt burada x bərabər y plus 1 ola bilməz. Y bərabər y plus 1. Gördünüz yoldaşlar, 10 saniyə. Bu sualın həlli 10 saniyədir. Tap variantlar çıxdı, tutardı, getdi. Yəni buna vaxt itirməyə dəyməz. Amma sən nəyi bilməlisən? Bilməlisən ki, sayğac olmalı. Bəli. Burada B variantı niyə olmur bəs? B niyə olmur? Çünki əzim, biz dedik axı sayğacın 49-a qədər getməsi üçün y bərabər y plus 1 olmalıdır. Burada yazıb x bərabər x plus 1, y plus 1. Deyək, laf bu düz olsaydı. Məsəl üçün bu düzdür. Yaxşı, bəs burada yazıb y bərabər x plus 1. Yaxşı, bu 49 natural ədədin cəmi necə tapacaq? Deməli, sən 49-a qədər olan bütün ədədləri cəmləmək üçün sənə bir dənə x dəyişən lazımdır ki, o cəmi saxlasın. O zaman da x-lə y-i cəmləməlisən. Aydın əzim. Bir də y də sıfırdan başlamalıdır, birdən yox. Burada birdən başlayıb. Gör, neçə dənə səhv var? Üçü də səhvdir. Aydındır? Mən bildim, başa düşdüm. Sonra neçə? 79. Python dili yazmış proqram nəticəsini müəyyən edin. Bunu sən özün keçən biliyordun axı. Nətər şey eləyənmədin? Fikirləşin görək şey eləyənmədin. Neçədən bunu aid eləyək biz sual? Bax, i neçədən başlayır? I neçədən başlayır? Mənfi 30, mənfi 29, tap getdi 0. Sonra 1, 2, nöqtə 50. 50 yox, üzr istəyirəm, 49. İndi, mənfi 30-dan 0-a qədər neçədə nə var? Ədəd. Mənfi 30-dan 0-da daxildir. Hə? 31 dənə də. Son çıx başlanğıc üstə gəl 1. 1-dən 49-a qədər neçədəndir? 49-dan. Bu ümumi bizim dövrəmizin sayıdır. 31 üstə gəl 49 neçə eləyir? 80. 80 dəfə dövr eləməliyik. Amma biz yenə 80 dəfə dövr edirik. Bizə şərt verib burada. Deyir ki, K 100-dən nə olsun? Böyük olsun. Deməli, K mənfi qiymət ala bilməz. Və hasil də mütləq nə olmalıdır həmişə? 100-dən böyük olmalıdır. İndi mən baxmalıyam ki, mənfi 30-dan 49-a qədər. Mən i-ni yerə nə qoysam ki, bu ədəd həm 100-dən böyük olsun, həm də nə olsun? Müsbət. Və onların sayını istəyir. Yəni, bir dənə üzr istəyirəm. Yəni deyir ki, mənfi 30-dan 49-a qədər neçə dəfə bu şərt ödənəcək? Yəni, K 100-dən böyük olacaq. Bax, ondan hara qədər qoyub? Mənfi 25-ə qədər. Düzdür. Birinci biz bunun nəyinə baxmalıyıq? Müsbət qiymət alsın. Burada müsbət qiymət alınması üçün nə olmalıdır? Yox. İyi mənfi versə mənfi olacaq axı. Hə, mənfi olmalıdır. Burada mənfi almalıdır. Burada arsa o, düzdür. Məsələn, mənfi 30 qoysam, mənfi 30-da yalan neçə eləyir? Mənfi 30 bura qoysam, mənfi 55. Mənfiyə vuran neçə eləyəcək? Müsbət. Deməli, bu hara qədər gedəcək? 100-ə qədər gedəcək. 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 100-ə qədər ged
10-a qədər. Mənfi 10 daxil deyil. Yəni, mənfi 30-dan hara qədər gedəcək? Mənfi 11-ə qədər. Mənfi 11 daxildir özdə. Çünki mənfi 11 üstə gəl 10 neçə eləyəcək? Mənfi 1 eləyəcək. Mənfi 10 olsa 0 eləyəcək. Deməli, mənfi 30-dan mənfi neçə qədər? 11-ə qədər. Mənfi 30-dan mənfi 11-ə qədər neçə ədəd var? Mənfi 30-dan mənfi 11-ə qədər. 9 dənə oradan, 10 dənə buradan. 19 dənədir da. Yəni 30 çıx 11, 19 eləmir. Əzim. Mənfi 11, mənfi 12, mənfi... Yox, 20 dənə. Böyük çıx, kiçik, üstə gəl 1. 11-in özü daxildir axı. Mənfi 10 yazsaydıq 19 dənə olacaq. Aydındır? Başa düşmədin? Bax, müsbət yazıram. 30 ilə 11 arasında hər ikisi daxildirsə, neçə dənə ədəd var? 11 daxildir. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Oradan ondan 20 də eləmir. Deməli, mənfi 30-dan mənfi 11-ə qədər neçə dəfə şərt ödənəcək? Deməli, tapdıq burada 20 dəfə şərt ödəndi. Yəni, S nağd 20 var. Düzdür? İndi, bir də, indi mənfi şərtimiz ödəndi. Mənfi 30-dan mənfi 11-ə qədər olanda nə olur? 20 dənə bizim müsbət qiymət alınır. İndi nəyə baxmalıyıq? Üzr istəyirəm, mənfi qiymət alınır ki, mənfi fasili müsbət edir. İndi nəyə baxmalıyıq Məhəmməd Əli? Müsbət qiymət almasına. Aha, necə? 26-dan sonra qiymətləri nə alacaq? 26-dan 49-a qədər ancaq nə alacaq bizdə? Müsbət. Çünki 25 qoysaq neçə olacaq? 24 qoysaq mənfi alınacaq. 26-dan 49-a qədər. 26 ilə 49 daxil. 49 çıx 26 neçə eləyir? Deməli, oy Allah. 49 çıx 26. 23 üstə gəl 1. 24. Bizdə nə deyil burada? Biz nəyə səhv elədik ki, 44 alınır? Dən baxaq. Yox, ödənir də düzdür. Düşün ki... Bir dəqiqə. 26 qoysaq... Bir dəqiqə. 26 çıx 25 neçə eləyir? 1. 26 üstə gəl 10, yox, düzdür da, düzdür. Deməli, ona da baxmalıyıq ki, 100-ə nə böyük olsun hasili. 26, 30 qoysaq, 30 çıx 25, 5, 50 yox. 35 qoysaq, 35-dən deməli başlayacaq. Çünki 35-dən 25 çıxan neçə eləyəcək? Yox, bu da ödənmir hətta. 36. 36 çıx 25 neçə eləyəcək? 11. 11, yox, bir dəqiqə. Yox, əzim, bir dəqiqə. Yox, bir dəqiqə, mən nə deyirəm? Bir dəqiqə. 30 qoyanda, 30 üstə gəl 10 neçə eləyir? 40. 30-dan 25 çıxan neçə eləyir? 5. Bu da deyir, 200 eləyir. Gəlin bundan aşağı düşək. 29 qoysaq, 4. 29 üstə gəl 10. 39 vur 4, ödəyir. 28 qoysaq, 38, 3. Ödəyir. 27 qoysaq, 37, 37 vur 2, ödəmir. Deməli, 27-dən hara qədər olacaq? 49-a qədər. Burada neçə dəyinləyir? Deməli, 2, 22, hə? 22 plus 1, 23. Nə 37? 27. Əzim, 27 üstə yolun neçə eləyir? 37. 27 çıx 2, 22. 27 çıx 25, 2. Dəqiqə. 27 alınmadı ki, 37 vurulsun neçə qalır burada? 2. Eləyir 4, 1 yadda. Düz ödəmir də. 28 qoysaq bəs. 38. 28 çıx 25 neçə eləyir? 3. Bu alınır da. Bu alınır. Deməli biz 28 qoymaq. 28-dən 49-a qədər. Vəsyo. Deməli, bu birsinə də heç baxmamışdıq biz. Bəlkə bu birsində də ödəmir. Görürsən, orada da baxmamışdıq. Gəlin baxaq. Mənfi 30 qoysaq. Deməli, mənfi 30 üstə gəl 10 neçə eləyir? Mənfi 20. Mənfi 30 çıx 25. Yox, ödəyir. Bu 100% ödəyir. Mənfi 11 qoysaq. Mənfi 11 üstə gəl 10 neçə eləyir? 1. Bu ödəməyəcək. Mənfi 11 çıx 25. Görürsünüz, bu ödəmir. Deməli, mənfi 12 qoysaq. 2. Mənfi 12 qoysaq. 30. Mənfi 12 qoyanda bu neçə eləyir? 37. Ödəmir. Mənfi 12 ödəmir axı. Mənfi 13 qoysaq. Mənfi 13 qoysaq.
3, mənfi 13 çıx 25, mənfi 38. Bu ödəyir. Deməli, mənfi 13-dən. Tapdıq. Görürsünüz? Ona fikir vermədik deyə misalımız biraz uzandı. Gələk əvvəldən ona fikir verək. Mənfi 30-dan mənfi 13-ə qədər, 28-dən 49-a qədər. Burada elədi neçə dənə? Burada elədi, deməli, 17, 18. Burada da elədi 1, 21. Deməli, 18. Bir 39. Biri buradan otduq axı. 49 çıx 28. Deməli, neçə eləyir? 2, bir əniyyətdə 13. O da eləcək 40. Cavab olur D variantı. Aydındır. Çıxırsız üstünə bir yarısız hər ikisində. Sonra deyin gəlsin. Başqa var? (11.9) yazmışsınız. Bundan sonra sual var Python'da. Normal altın suala baxan. Neydə? 11.9. 11.9'a? 11.9'da altın sual. Aha. İndi sən deyəsən bunu. Mətin. İzah elə bizə görək. Deyir ki, A bərabərdir. A üstə gəl, indeks 8. İndeks yox, üzr istəyirəm. 8 daxil et. Bu nə deməkdir? Konkatenasiya. Yəni, bu elementi nə edəcək? Ha, bax. Yazıram bura. A 1, 2, 5, 7. Yazıram ki, A bərabərdir. A üstə gəl, 8. Print A. Nə verdi sənə? Gəldi bunun sonuna bir dənə 8 əlavə et. Bu hansı funksiyaya bərabərdir sanki? Append. Siyahın sonuna element əlavə edir. Amma burada birbaşa 8 əlavə edirik. Aydındır mı Mətin bu neynədir? Hə Mətin? Ha, mənim bildim. Mikrofonu bağlama əzizim. Mikrofonu bağlama. Bax, burada bir dənə 8 yazdı. Insert nə edir Mətin? Əlavə edir də o da. Hara əlavə edəcək, nəyi əlavə edəcək? Buradan sonra 2-ni əlavə eləməlidir, amma 0 yoxdur. Sıfırdan sonra yox. Bunu keçən dəfə dedim də mən, 0-cı indeksə 2 əlavə edir. 0-cı indeks nədir? 4. 4-ün qabağına bir dənə 2 əlavə edir. 4 də artıq olur 1-ci indeks. Bayaq 0-cı indeks idi. Yəni belə bir şey alırıq. 2, 4, 2, 6, 4, 7, 3, 8. Bax, bunu alırıq. Aydındır mı? Bax, bunu bilməyəndə misal səhv gedir artıq. Del A3. 1000 dəfə demişəm deli. Neçə? Bəli, 3-cü indeksdəki elementi silirik. 0, 1, 2, 3. Bax, bunu silirik. Olur 2, 4, 2, 4, 7, 3, 8. A nöqtə sort. Neyinirdi sort? Neydən nəyə doğru? Azdan çoxa doğru. Olacaq 2, 2, 3, 4, 4, 7, 8. Sonra nə edirik? Reverse nə edir? Tərsinə düzür. 8, 7, 4, 4, 3, 2, 2. Bəs bu nə idi? Sadəcə toplayacağıq. A-nın birinci indeksdə duran element nədir? 7. Üçüncü indeksdə duran element nədir? Demək 1, 2, 3, 4. Beşinci indeksdə duran element nədir? 3, 4, 5, 2. 7 üstə gəl 4 üstə gəl 2 edir 12. 13 üzr. Ya bunu nə var axı? Sadəcə funksiyalar bilməlisən. Insert nə edir? Del nə edir? Sort nə edir? Reverse nə edir? Əsl qəbul sualı. Bütün funksiyalar sizə sual cavab edir burada. Və bir də bunu bilmək lazımdır. Hə? Bu dəqiq elədik də tərsini çevirir. Hə, ayso, tərsini çevirir. Sort nə edir? Hərflərdirsə, bax, görün kim deyəcək? Deyənə halaldır. Hərflər ASCII koduna görə azdan çoxa doğru düzür. Yaxşı, indi mənə bir dənə cavab verin görüm. Bu 4 dənəni dəftərinizdə, eləcə də onlaynlaşılar siz. Kimlər var ki onlaynda? Mətinlə Sahil. Dəftərinizdə bax bunu azdan çoxa doğru düzün görüm. Nə yazacaqsınız? Azdan çoxa doğru. İpucu verirəm, ikincilərə də baxmalısınız. Sonra üçüncülərə, əgər üçüncüdə varsa. Azdan çoxa doğru bunu siyahı formasını yan-yana yazın. Alt-alta yox, yan-yana. AB, ABC, ASB, AA. Düşür qəbula.
Azdan çoxa doğru. Hə? A, S, B, A. Axırda A. Ne için yazmamızı istiyorsunuz? Hiç yazmamızı. Azdan çoxa. Elə ki, sort verir sizə, sort etməlisiniz. İmtahana düşəlməyəcək real bir sualdır yəni. 7 gün sonra bu sualı görə bilərsiniz, bax bunu. Elə ki, bunun, burada hərflər, rəqəmlər verməyib, bax hərfləri verib, sizə bu misalı həll edin. Ne? Yazmışsan da, yazmışsan. Bir baxırsan. Baxırsan ki, burada üçü də eynidir. İkinci hərflərə baxacaqsan. Düzmək yoxdur. Bir gündən siyahın elə ki, 4, 2, 6, 6 düzəltmişəm, 2, 2, 3. Vergül qoya yazmalısan yəni. Belə. Belə çekilir, o bir yukarı. Vergül qoya. Siyahı necə yazılır elə? Kvadrat nöqtə içərisində. Baxın, nə yazdın? Yazdım. Ne oldu? Sen niye bunları yapıyorsun? Ama ne yazmışam ben? O böyle şey olabilir. Ayrı şeyler imtihanında evimiz yıxılar. AB bitişik nətər dəyişsən? 70-dən əli dəyişə bilərsən sən? AB, ABC, ACB, A. Yazıb BA. Onu hasilat etməyəmsən, mən maraqlıdır. Öz xəyal dünyam var, bir dənə. Ulan faydaya. Bu da ötü beni şey edib. Ay qardaş, sizdən kimi icazə edir? Siz hərflər bir-birindən ayırırsınız. Ayırmazsın ki, yavayan Ben A geldim, sonra A, B ile. belə. Belə yazmasın, mən random yazdım. Ay, Mətin, necə düzdün? Denən görüm. Mənim A, AB, ABC, ACB, A. AB, Səhvdir. Köşün. Yox, səhvdir. Nətər yazdım Mətin? A, AB, AB, AS çoxu. Sonra ABC, A, B, C, AS çoxu. ACB, A. Şu A, C, B, A. Bax, A 97-dir. Hamısının başlanğıcı 97-dir. Eynidir zaten. Deməli, ikincilərə baxmalıyım. Bu A 97 təkdir. Deməli, bu ən balacadır. Yanında başqa heç yoxdur bu rəqəmini artırsın. Sonra nə gəlir? AB gəlir. 97-98. Amma bura baxıram ki, burada 97-98 var. Amma bunun yanında bir dənə də 99 var. Deməli, bu daha böyükdür. Deməli, ikinci oldu 97-98. Sonra olur 97-98-99. Sonra olur 97 birbaşa 99. Bu daha böyük ədəddir. Aydındır, toplaya da bilərsiniz. İlk iki dənəni toplayın, görün, sizə hansının cəmi daha böyük gəlir. Onu daha sonra yazırsınız. Mən elə bildim ki, ACB-anı Yox. Sonra, deyin gəlsin. 11.9-dan. Deyin ki, bir dənə sınaq işləyək tez-tez. 9-cu sual mənim. 9-a qədər var. Çünki zaten gözü belə sıxsan, belə qıysan da görəcəksən. Gözün ancaq bir yerə fokusdan keçirir. Yox, beləyəndə göz görür. Məsələn, mən belə full HD görürəm. Amma belə məndə pis gündədir. Mənfi 2 ilə məndə. Elədir. Gözün damarlar sıxıldıqca, sən orada damar sıxılır deyə məcbur görməyə çalışır. Hə, neçə dediniz? 9-cu sual. 9.
Nə deyir sənə? Verilmiş proqramdan hansı daxil edilmiş natural ədəddəki 3 rəqəmlərin sayını hesablayır. Deməli, bizə bir dənə count olmalıdır. Olmaya da bilər. Count'u dolayı yolla edə bilər. Bax, məsəl üçün, burada. Ayşən, bax. Burada, Mətin, bu neynədir? Mənə deyən görüm. Bayaq izah elədim. Ayən, sənə da. Bu neynədir? Necə? 8 əlavə elədi. 8 əlavə elədi. Hara əlavə elədi bu 8-i? Axıra. Bunu yerinə yetirən funksiya hansıydı? Append. Gördünüz? Bax, burada da. Gözüm də bunları silim. Aha. Bu sualda da deyir ki, verilmiş natural ədəddəki 3 rəqəmlərin sayını tapsın. Ola bilər count yoxdur. Bax, burada məsəl üçün count var. Yəni, məsəl üçün deyək ki, bu daxildir, yoxsa yox. Amma ola bilər ki, bax, belə dolayı yolla hesablasın. Aydındır? Bu da yoxluyur. 3-lərin sayı nə qədərdir? Məsəl üçün deyirəm, gəlin baxaq. Deyir ki, mənə bir dənə ədəd daxil et. Okey, daxil etdim. S0-dır. Deyir, n sıfırdan böyük olduğu qədər neyinə ədədi rəqəmlərini ayırır. Da bunu milyon dəfə demişik, əzbər bildiniz. Faiz 10 ədədi rəqəmlərini ayırır. Götürdü ədədi rəqəmi ayırdı. Məsəl üçün 383. 383 ona böləndə qalıq neçə elədi? 3. Deyir, əgər daxil etdin bu qalıq 3. 3-ə bərabərsə o zaman sayı neyinə? Topla. Deməli, eləyəcək? 3-lərin sayını tapacaq. 1 daxildir. 1 düzdür. Deməli, bu 3-lərin sayını tapır. 2. Yenə 383 daxil edirəm. N sıfırdan böyütüm, bəli. Götürür, ona bölür, qalıq elədi 3. Amma K-dan istifadə eləmədi axı heç. Fikir verirsiniz, heç digərini hesablamıram. Mətin, gördün? Bu 3-dən heç yerdə istifadə eləmədi. Yazmışsan Məhəmməd Əli bunu. Mətin, aydındır? Amin. 3-dən istifadə eləmədi, qutardı 7. Deməli, bu deyil. 3-ə baxıram. Bir də ədəd istəyir, ədədi sətrə çevirir. Yəni, daxil etdiyim 383 ədədini götürür, burada dırnaq içində 383-ə çevirir. Fərqi yoxdur, edə bilər. Sonra götürür, həmin 383 sətrindəki 3-lərin sayını tapır. Düzdür. 3-lərin sayını tapır. 4. Məndən ədəd istəyir, ədədi sətrə çevirir. Yenə olacaq dırnaq içində 383. S-də 0. Deyir, for i in n. Götürür n-dən, yəni dırnaq içində 383-dən. Bir elementləri. Yəni, bir dəfə 3-ü, bir dəfə 8-i, bir dəfə 3-ü. Deyir, götürdüyü element, yəni 3. 3-ə bərabərsi topla. Burada da 3-lərin sayını tapır. Buna baxıram. Bir də məndən ədəd istəyir. Özü intdir. Bunu sətrə çevirmədən götürüb bir dırnaq içində 3-lə müqayisə edir. Düzdür. Bu hissəsi sayı tapır. Amma burada bir dənə nə olmalıydı? Bax bundan. N bərabərdir, setiri n. Burada olsaydı n bərabərdir setirini. O zaman misal düz olacaqdı. Zaten eyni sual olacaqdı 4 ilə 5. Bir dənə fərqi o setiri n-in olmamasıdır. Aydındır? Oldu 1, 3, 4. Aydındır Mətin? Amin, başa düşdüm. Sonra tez deyin. Tez deyin. 26-cı sual. 26'ya kadar var. Neçə? 10. 10 görək nə istəyir bizdən? Python dili yazmış proqram nəticəsini müəyyən edək. Bax, A-da bir dənə element var. O da nədir? Keçən dəfə bunu demişdim sizə. Ayşə, nə deməkdir bu? Bir element var, o da 0'dır. B-də də bir dənə element var, 0. Bunu eləmişik da biz, bu sualı. Nətər nə vaxtdır? Keçən dəfə bunu aid elədim. Yine bunu elədim. Sahil sual vermişdi. Bu nə deməkdir? Hətta bunu elədim. Bu nə deməkdir? Ayən. A vur 101. 101 dəfə dövr edəcəyəm onu. 101 dənə 0 deməkdir. Bax, A-da orada 55 idi, 50 idi deyəsən. Yox, üzr istəyirəm. 7 yazılmışdı. A vur olsun 7. 7 dənə 0 yazılır. Burada 101 dənə 0 yazacaq. Bax. Hə? 101 dənə 0. B-ni də 101'ə vurur. Burada da 101 dənə 0. Qeydə 11.7-nin harca 7-ci 8-ci sualdan bir 17-18-ci suala qədər 10-15 dənə sual var idi. Burada da 101 dənə 0 var. 0. İndi bu Məhəmməd Əli izah edəcək. Məhəmməd Əli, bura nə yazılıb? İ'nin qiyməti nə olur? 1, 2, 3, nöqtə, 3. Sonra nə inir? A-nın birinci indeksdə duran elementə mənimsədir. A-nın birinci indeksdə duran elementi nədir elə? 0'dır. Buna nə mənimsədir? 50'dən nə çıxarsan?
1-i. Neçə eləyəcək? Buraya yazacaq nə? 49. Bax, bunu silirəm, yerinə yazıram 49. Sonra bir ikisini deyirəm, sonra görüm söhbəti tutasınız. İğni yerinə qoyuruq indi. Əzim, iğni yerinə qoymuşdum bayaq. İndi nə qoymalısan? Şurada 2 qoy. Niyə uzadırsan ki? 50 çıx ki, neçə eləyəcək? 48. Bax, deməli, bu olacaq neçə? 48. Sonra neçə olacaq? Neçə olacaq? 46, 45, 44, 43, 42, 41. Nə bilim, 1, 2, 3, 2, 1, 0. Sonra nəyə keçəcək? Mənfilərə keçəcək. Axırıncı qiymət neçə olacaq? Bax, bizdə i-nin son qiyməti nədir? Demişdim, sona baxırsın həmişə. 50-dən 100 çıxan neçə eləyəcək? Deməli, 0, 49, 48, 47 gedəcək 0. Sonra mənfi 1, mənfi 2. Ən axırıncı elementimiz neçə olacaq? Mənfi 50. Yazmışsan bunu Ayşə? 100%. Tamam. Bu da olsun 47. Aha. Bax, bu gələcək mənfi 50-yə qədər. Okey, indi gəlirəm for i in range yenə. I neçədən neçə qədər olacaq? 101-ə qədər. 100-ə qədər. A soğuk. Burada nə edir? B-nin birinci indeksinə, yəni bura mənimsədəcək nəyi? A-nın birinci indeksində duran element üstə gəlinə 10. 49 üstə 10 gəlinə neçə eləyəcək? İndi nə eləyəcək deməli? Hamısının üstünə 10 gələcək. 59, 58, 57, 56, 55. Artıq 0 neçə olacaq? 0 üstə gəl 10. 10. Sonra mənfi 1 üstə gəl 10. Mənfi 9. Ən axırıncı element neçə olacaq? Mənfi 50 üstə gəl 10. Mənfi 40. Deməli, sonuncu elementin üstü nə olacaq? Bizə nə deyir? B-nin 5-ci indeksdə duran elementi tapaq. 0-cı indeksə 0 durmuşdu. Sonra 49 üstə gəl. 10 neçə eləyəcək? 59. Birinci indeks. Bu neçə olacaq? 57. 56. 55. Qutardı get. Cavab olur 55. Aydındır. Sonra deyin yazsın. 26'ya bakalım. Adı bunu elədik də ki sənəfə. Yadına gəlmir. Kim dedi 26-nı? Mətin sən demişdi 26. Mətin, keçən bunu aid elədik axı biz. Bax bir dənə. Proqram fraqmenti icra edilən zaman n dəyişəni üçün natural ədəd daxil edilmişdir. Proqram əvvəlcə 3, deməli A bərabərdir 3-ə. Bax deyir əvvəlcə 3 çap edib. Ən axırda da A-dan B-ni çap edib. Daha sonra 13 qiymətini çap edib. Deməli B nəyə bərabərdir 13-ə. Buna əsasən n dəyişəninə daxil edilə biləcək ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Deməli n-ə daxil ediləcək ən kiçik və ən böyük ədədin qiymətini istəyir səndən. Nətər tapırdıq bunu? Mətin, deyən görüm. Müəllim, axırdan əvvələ gedirdik də deyəsən. A2 bərabər olmalıdır. A var mənim orada. A bərabərdir A plus 1. A plus 1 3-ə bərabər deyəcək. Onun ikinci qiyməti olacaq 2. Ay sağ ol. Deməli bizdə A üstə gəl 1 olub hər dəfə şərt ödənib. Neçə dəfə ödənib şərt? 3 dəfə. Bax sıfırdan başlayıbsa 3 dəfə. Deməli neçə dəfə dövr eləyib? 3 dəfə. Deməli 3 dəfə dövr eləyirsə mən daxil edilən ədəd bu n neçə rəqəmlər ədədiymiş? 3 rəqəmlər ədədiymiş bu. Aydındır? Deməli bu daxil edilən ədəd 3 rəqəmlər ədədiymiş. Bax buradan bunu tapırsınız Ayşən. Neyirsən orada? Başa düşdün nə dedim? Nə dedim? Ancaq 3 rəqəmdən kiçik və böyük qiymətindən onda. Ay sağ ol. A axırda 3 alınıb, 2 alınmayıb. Yox, yəni A-dan A sıfırdan başlayıb 3 dəfə dövr edib ki 3 alıb. Deməli mənim daxil etdiyim ədəd neçə rəqəmlə imiş? Bax bunu buradan tapırsınız. Bu suala da aid 30 dənə sualın biri 100% bu olacaq. Bir dənə mütləq belə sual düşəcək. 100%. Sizdə A-na B-ni verəcək. Ən şablon qəbul sualı bu. Hə. Bəli, milyon dəfə dedik bunu da. Faiz 8, 2 qat bölmə 8 nə deməkdir? 8-ci say sisteminin ədədidir bu. Deməli biz hansı rəqəmlərdən istifadə edə bilərik ancaq? 0, 1, 2, 3, 4, 5, 6, 7. Yazı gəl bunları keçən elədik bir dənə sual. Ən böyük və ən kiçik ədədin cəmi 4702 eləmişdi. Belə bir ədəd almışdıq. İndi, Mətin, bura qədər aydındır.
Ay Mətin, Aynen. aydındır mı? İndi buna bax. Burada sənin ədədlərin, ədədin rəqəmləri, yəni bu rəqəmlər necə rəqəmlər olmalıdır? Tək. Bax, başdan son dəfə gedirəm. Bax, son dəfə. Deməli, A 3 verib B 13. A deməli, burada nəymiş? Mənim dövrlərimin sayını tapır. A plus 1 olub 3 dəfə. Deməli, neçə dəfə dövr etmişəm? Buradakı dövrlərin sayı həm də nəyin sayı deməkdir? Ədədin rəqəmlərin sayı. Neçə rəqəmli ədəddir? Faiz 8, 2 qat bölmə 8 nə deməkdir? 8-ci sayı sistemində. Ancaq hansı rəqəmlərdən istifadə edə bilərəm? Sonra burada nə istəyir məndən? Tək ədədləri istəyir. Bunu da öyrətdim sizə. Deməli, daxil edilən ədədin rəqəmləri necə olmalıdır? Sonra nə edir? Həmin rəqəmləri bir-birinə eləyir? Cəmləyir. Qalıqları cəmləyir. Ayso. İndi təvəccüh bundan sonra siz deyin. Deyir ki, buna əsasən n dəyişənə daxil edilə biləcək ən kiçik və ən böyük ədədlərin qiymətlərinin cəmini tapın. Deməli, məndə bax 3 dəfə bu şərt ödənməlidir. Üzr istəyirəm, bu. 3 dəfə bu şərt ödənməlidir. Və daxil edilən ədəd də 8-dən böyük bərabər olmalı. Çünki 8-ə bölə-bölə gedirəm. Bax, atıram. Məsələn, gəlin buradan ən kiçik bir ədəd düzəldək ki, 3 dəfə rəqəmləri şərt ödənsin. Bax, bu şərt ödənsin. Ən kiçik nə daxil edə bilərəm? 3 rəqəmli, rəqəmlər tək olsun amma. Hə? Cüt rəqəm olmasın tək. Aha, 100 ilə olmalıdır. Sonra... Hə? 0 olsa, 0-2-yə böləndə 0 edir axı. Məndə şərt ödənməlidir. 135. Ola bilər? 135. Bəs ən böyük? 5. Hə? 753. İndi mən bunları neçəyə say sistemində tapdım? 8-likdə. Gəlin bunları sürətli formada onlara çevirim, toplayım. Deməli, biz 8-likdəyik. 135 neçə elədi onluqda? 93. Sonra 8-likdə 753 neçə elədi? 491. Bunun cəmi bizə neçə verdi? Hə. 584. Hə. S1 bərabər nə? Hə. Aha. X1 bərabər, X bərabərdir. Hə, sən bu dəqiqə söhbətə çevirdin. Yaxşıdır. S1 bərabərdir nəyə? X üstə gələnə? S1. Dəqiqə, S. Benim getdi. X üstə gəlir S1. Hə. Mən misal görməliyəm konkret. Bundan bir şey deyə bilmərəm mən. Çünki burada nə edir? S1-lə X-i toplayır, S2-lə... Sən burada X bərabərdir, X üstə gəlir S1 desən, deyərəm, hə. Yox, bu misal görmədim, bunu deyəmərəm, ədəd tərsinə çevirir və ya mətn tərsinə çevirir. Misal şəklini çəkib atsa, mən deyərəm ki, hə. Bu dəqiqə onunla məşğul olma, yadına saxla atarsan, yaxşı, baxın bura. Ayşə. Yığışdır, atarsan mənə baxarım. Problem deyil. Aha. Nə oldu? Bizə neçə istəyir bu cavabı? Bir də. Bizdə 13 verib, 13 bilsiz nə deməkdir? Daxil edilən 3 rəqəmli ədədin rəqəmlərin cəmi də 13 olmalıdır. Alır. Amma burada 13 elədir, cəmi neçədir bunun? Bunun cəmi neçədir? Deməli, düzgün ədədlər daxil eləməmişik. Cəmi 13 olmalıdır. İndi buradan rəqəmləri tək 13 götürməlisiniz. 1, 5, 7. Neçədir cəmi? Sonra, bəs ən böyük? 7 naxd olacaq. 13-dən 7 çıxan neçə eləyir? 6. 7, 5, 1. 3 rəqəmli daha, çünki 3 dəfə dövr edib. Aha. Bizdən bunlar nə istəyir? 7, 4, 2. Proqram əvvəlcə x daha sonra 13 qiymət var. Buna əsasən n dəyişəni daxil edə biləcək ən kiçik və ən böyük ədədlərin qiymətlərinin cəmi. Aha. 7, 4, 2 olar. Tək rəqəm olmalıdır.
157. 157 neçə eləyir? 12 eləyir də, hə. 7, 7 qoyamarıq, hə? Yox, 14 edir o. Deməli, 157 ise 751. Oy, bu nədir? 157 üstə gəl. Hə, 751. 1330, 1130, 600. Cavab nə çıxıb arxada? Bir dənə baxın. 400 tapdıq, yoxsa yox? Mənim cavab 4696 çıxdı. Neçə? 4696. 4000 4690. 4690. Bir dəqiqə görsün. Bu neçə hesabında istəyir ki, axırını? Hətta onluqda tapmalıyıq. Bir dəqiqə baxaq. Mən onluqda ədəd daxil edirəm. Ədəd 8-dən böyük olduğu müddətcə ay soğul. Götürür. Ədədi 2-yə bölür. Qalxdı 1 alınırsa içəri girir. B bərabərdir. B üstə gəl. N da ədədlərin cəmini tapır rəqəmlərini. Sonra ədəd 8-ə bölür, tam azaldır. A-nı 1 vahid artırır. Adı dövrlərimizin sayıdır. Düz daxil etmişik də. Peki cavab səhvdir arxada olun. Bir baxaq. Əvvəlcə 3, daha sonra 13 qiyməti çap edib. Düzdür. Rəqəmlərin cəmində 13 olmalıdır. Düz tapmışıq. Hə? Yox, bizə 3 dəfə dövr edirsə, bax, 0 üstə gəl 1, 1, 2, 3. Ola bilər cavab səhvdir. Biz neçə aldıq cavabı? 600 aldıq, hə? Gəl bir dənə, mən sürətli formada onu Python'da yazım. Burada yoxlayaq da, niyə çəkirik ki? Deməli, n bərabərdir. Int, input. Biz daxil edəcəyik, orada yazdığımız ədədləri. A bərabərdir 0, B bərabərdir 0, while n böyük bərabərdir 8-dən, əgər n faiz 2 bərabərdirsə 1-ə, o zaman B bərabərdir B üstə gəl, n faiz 8. N bərabərdir 2 qat bölmə 8, A bərabərdir A plus 1, axırda nə istəyir? Print AB. Gəlin görək, axırda alacaq onları. Neçə daxil etdik biz? N-ə. 157. Biz 2,8 alırıq. Görürsünüz, səhv eləmişik. Biz 2,8 alırıq. Bayaq neçə daxil eləmişdik? Bir dəqiqə. 2,8 alırıqsa 1, 2-yə böləndə qalxdı neçə alınır? Gözüm bura bir dənə, ay hara getdi? Neçənin sualı idi? 26. Gözüm bura bir dənə print atım. Nəticəyə baxaq. Print B. Print B. Bir dənə hesablasın. 157. 700 yer 5 neçə eləyir? 12 yer 13. Deməli 5 götürdü. Birinci B 5 oldu. Sonra 8 oldu. 1 ilə 7-nin cəmi 8. Yox. Birinci 5 olur. 157-nin 2-yə böləndə qalx neçə qalınır? Hə? 1 qalır, düzdür. Gəl burada nə edir? B bərabərdir B, 0 üstə gəl. 157-nin 8-ə böləndə qalx neçə qalır? 157-nin 8-i tam bölünmür də, qalıq qalmalıdır. Deməli, 157-ni bölürəm 8-ə. Bir dəfə 8, qalıq neçə eləyir? Qalıq edir 7, 77 neçə dəfə? 9 dəfə. Düzdürmü? Neçə eləyir? 72. Qalıq neçə qaldı? 5. Ayısı oldu, düzdür. Qalıq qaldı 5. 19-u bölürəm 8-ə. 2 dəfə 8, 16. Qalıq neçə qalır? 3. 235 eləyir. 235. Bir dəqiqə, biz 157 daxil etməli deyilik. Biz bunu 8-likdə tapırıq. Biz bunu 10-luğa çevirməliyik. 157-ni 10-luğa çevirən neçə eləyir? 111. Biz 111 daxil etməliyik. Yox, yenə də 2-12 alınır. Bir dəqiqə, bu niyə belə yanlış şeydir? Elə 8-likdədir, bunu düz tapdıq. 2 bölündə qalıqla 1 alınmalıdır. Deməli, tək rəqəmlər olmalıdır. 3 rəqəmlər də olmalıdır. İş misalının özündə yanlışlıq var.
Məsələn, n dəyişəni daxil edəcək. Ən böyük və ən kiçik qiymətlərin cəmini çap edin. Biz burada nəyi yanlış eləmişik? Sizə fikirləşin, yoldaşlar. Ola bilər nəsə gözümüzdən qaçır, ona görə yanlış gedir cavab. Keçən növbəti suala. Deyin tez-tez. Neçə? Yox, ən kiçik deyir axı. Mənə 157 var, sizin 175 götürüm. Aydındır. Buna baxaram mən, problem yoxdur. Sonra, ola bilər nəsə gözümüzdən qaçır. Çünki keçən dəfə, biz keçən dəfə elədiyimiz hansı sual idi? Neçədə eləyirdik biz onu? 11.7-də. Dəqiqə baxaq. Tapacağım bir dəqiqə.